People say I'm crazy. Just let them talk, but I really don't mind. You know, for me it's all a different story. Because I found what is so hard to find. Crazy about you, crazy about the things you do. Ain't no one else makes me feel so good. I'm just crazy about you. Bugün bu güzel mekanda çok güzel bir mühterem gündür. Bizim çok değerli Güneş Hanım'ın doğum günüdür. Ben onu hem öz adımdan hem bizim kollektivimiz adından tebrik ederim. Ben mikrofonu isteyen verip özüne Güneş Hanım da öz konaklarını salamlasın. Buyurun Güneş Hanım. Salam, hamınızı xoş gördük. Bugün burada mənə ən əziz, ən yaxın insanlardır, ailəmdir, sevdiklərimdir. Hamınıza xoş gəlmisiniz deyirəm. Mənə nə arzulursunuz, mən də onu sizə arzuluyuram. İnşallah bizə də borc olsun, sizin xoş günlərinizdə gələn iştirak edək. Bugün məclis bizimdir, heyin için, köpeğin, rəqs eləyin, şux olun, şux. Hamınızı öpürəm, xoş gəlmisiniz. Çağlarda gülüş, yine gözlerime görünsün. Beni benden alan öpüşler, yine etrafıma bürünsün. Çağlarda gülüşler, yine gözlerime görünsün. Beni benden alan öpüşler, yine etrafıma bürünsün. Dilerimizde arzu dile, arzu dile. Güneş Hanım, ad günün mübarek. Ad günün, şad günün mübarek, 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 mübarek. Gözüme girsen güzel bir met. Hamsi geldi, ad günümüzden. Koy ben yine söyle taşımın baharından. Ben yine bir de geçim her zaman. Gel gelmiş Azerbaycan. Her günler sefalıdır, her günler sefalıdır. Bu kadar naz olmaz gözlerin. Beni gitmeksen severim. Derinden ölürsen gözlerin. Beni gözlerin sen gözlerinden gülürüm. Sen beni seversen, beni seversen. Sen benim derdimden ölürsen gözlerin. Beni seversen, sen benim derdimden ölürsen. Oh, baby, when you talk like that, you know you got the hypnotize. So be wise and keep on reading the signs of a boy. Señorita, feel the conga. Let me see you move like you come from Colombia.
Allah can sağlığı versin, xoşbəxtlik, uzun ömür. Gələn il bu vaxtlar inşallah Allah bizi sevindirsin. İnşallah çapma xeyrə yığışaq ay Allah. Öpürəm səni. Ben de hemen arzulara koşuyorum. Yürekten, sevimli kalpten kızımı tebrik ediyorum. Burada ortadan hamısı hoş gelip. Ne diyeyim? Bütün arzularına çatsın. Ana olmak arzulayıram. Bir şey de qeyd edeyim. Biz qaynana gəlin ikisi də Oxatan bürcüyük. Ayın 4-də mən qaynanam Yeganə xanımın ad günü olub. Onu da bir daha təbrik edirəm. Uzun ömür, can sağlığı, Allah balalarını, nəvələrini, gəllərin başından əski eləməsin. Kiçicik də olsa sən bu hədiyyəni də təqdim edirəm qaynana. Allah ömür versin. İkisi də anamı da, qaynanamı da başımızdan əski eləməsin. Allah atalarımıza da rəhmət eləsin. Bütün dünyadan köçənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı versin. Ne durmuşsan dur oyna, beklever kaynana, gözün aydın dur oyna. Ay maşallah, oynayalım güleşte, oynayalım güleşte. Allah karalan kaldı sarala sarala. Allah karalan kaldı sarala sarala. Dağlarda dönüm aram, Adime köyüne, Aysal çerkez. Salam əzizlərimiz. Mən düşünürəm burada bugün hamı əzizlərimiz, hamı yaxınlardır, güneşi sevənlərdir. Bugünkü gündə güneş herkesin qəlbində elə bir yer tutub ki, herkes səmimi cəhətdən, səmimi qəlbdən onu sevir və biz də 296 sayılı tam orta məktəbin kollektivi düzdür güneşdən ayrılsaq da, yəni o başqa məktəbə dəyişdiyinə görə yenə də onu unutmamışıq, amma mən daim yanındayam, mən qonşuyam həm də. Biz ona biz ona həyatda ən gözəl günləri arzulayırıq. Həyatının güneş kimi parıldamasını arzulayırıq hər zaman. Və arzu edirik ki, daim onun evində, yuvasında xoş günlər olsun və biz o günlərə yığışaq. Və hər birimizin qəlbində bugün bu arzudur və onun ad gününü təbrik edirik. Ona qadın səadəti, ailə xoşbəxtliyi arzulayırıq. Və mən ədəbiyyat müəllimi olaraq kiçik bir cızmaqarı eləmişəm. İstərdim onu tələsik olduğu üçün üzürlü sayarsın, amma poeziya axşamını davam eləyəcəyik. Güneş üçün bir kiçik, bir 3 bənddən ibarət bir şeir yazdım. Gələndə yolda yazmışam bunu, üzürlü sayarsınız qüsurlarını. Günən güneşimiz, nursan sən bizə. Bu gözəl günündür, təbrik edirik. Hər zaman çətində haysan sən bizə. Səni hamılıqla biz çox sevirik. Gözəl qonşu oldun, sən həyan oldun. Anında səsimə sən çatan oldun. Həm şad günlərimdə, həm çətinimdə tez canıma yanan
yenə sən oldun. Arzu edirəm, xoş gün görəsən. Allah bir pay versin, toy eyləyəsən. O gözəl yarınla sən ay günəşim, neynəyim, nə edim, heç deməyəsən. Arzu edirəm ki, heç zaman neynəyim, necə eləyim deməyəsən və hər zaman İlkin qardaşımla sənin yanında olaq və çətin demirəm, ən yaxşı günlərini görək. Səni hamımız sevirik. Yəni demək olar günəşi sevməyə yoxdur. Sən uzun sevgini qazanmışsan, o məhəbbəti, o hörməti qazanmışsan və hər insana müəssər olmur. O sevgini qazanmaq və sona qədər saxlamaq. Sən belə qızsan və səni təbrik edirik hamımız. Öpürük, bağrımıza basırıq. Sən bizim əzimizsən, canımızsan və bir qəşəng rəqs musiqisi, rəqs eləyəcəyik. Sonra bir-iki bəttə şeirlərdən deyəcəm. Bir poeziya, bir feyziya falan. Pedaqoji fəaliyyətimə 296 nömrəli məktəbdən başlamışam. 9 il orada fəaliyyət göstərmişəm və orada mənə həqiqətən doğma olan insanlar var. Müəllim yoldaşlarım danışdı. İndi hal-hazırda mən başqa bir məktəbdə çalışsam da, amma o məktəbdə heç kəs yoxdur. Ancaq 296-nın kollektividir. O qədər ürəyimdə yaxşı yerdə bir taxt qurmusunuz ki, sağ olun, dəvətimi qəbul edib gəlmişsiniz. İnşallah bağlarımızın xeyir işində. Günay o gün olsun, bilirsən də arzularımız Çin olsun, sənə də inşallah. İnşallah. Və o məktəbdə mən 4 il, sonuncu il 4C sinifimi təhvil verdim. Mənim balalarımın mamaları buradadır. Sağ olsunlar, məni həmişə diqqətdə saxlayırlar. Həmişə qarşılıqlı hörmətimiz olub bir-birimizə. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Mənə də borc olsun, balalarımın xeyir işlərində gəlim iştirak edeyim. Kim söz demək istəyirsə buyursun. Bu arada mənim sinifimi təhvil alan Günel müəllimədir. İkinci mamaları. Hamını salamlayıram. Günəş müəllimin ad gününü təbrik edirəm. Həmişə səsi gözəl yerlərdən gəlsin. Həmişə müəllim üçün ən böyük xoşbəxtlik nədir? Onun şagirdlərin uğurlarıdır. Həmişə uğurlara baxıb sevinəsiniz. Təbriklər mənim. Bizim üçün əziz və dəyərli müəlliməmiz, sizi təbrik edirəm. Neçə gözəl belə illərə, bundan da gözəl illərə. Allah sizi sevindirsin inşallah. İnşallah o gün olsun ki, bax oraya yollar belə. Amin inşallah. Mən də təbrik edirəm. Yaxşı ki, sizi tanımışıq, kimi gözəl müəllimlərimiz olur. Həqiqətən bizə dost, əziz hər şeysizlər. İnşallah hər zaman gözəl günləriniz olsun. Biz gəlib təbrik edək. Çox sağ olun. Dərd oldu biraz da. Həmişə necə demək, fəxr edək, bizdən, sizdən. Nə necə deyərlər, nə edim, necə edim deməyəsiniz heç vaxt. Nə arzunlarınız var, hamısınız. Təbriklər müəllimə. Yaxşı ki, tanımışıq, yaxşı ki, varsınız. Günəş müəllimə, bizim videomuz var idi. Videomuzu göstərə bilmədik. Mən də Günəş müəlliməni təbrik edirəm. Az gün mübarək olsun. Bizim üçün çox doğmada əziz bir insandır. Həmişə gözəl günlərinizə yürüşək. Təşəkkür edirəm. Çox sağ olun. Bir qəşəng bir rəqs. Bu mənə hədiyyə. Bizim bir videomuz da var idi. Uşaqların təbrikləri var idi. Prost səs çıxmadığına görə burada təqdim edə bilmirik. Bu da bizim 4C-niz, mənim də 5C adından sizə kiçicik hədiyyəmiz. Buyurun. Təşəkkürlər, qədər gözəl olasın. Alkışlar gelsin. Teşekkür ederim.
yandırdı beni. O gün yanaklarının bu sesi yandırdı beni. Saadetli kalpleri söndürme, boşsuz atıp bile bulandırma. Dedikodu eğer yanlar, beni gitse yüreğim patlar. Akıllığımdan çıkıyor sözler. Sen ne kötü güzelsin, bunu söyle her bakanda. Gözlerim sevgiye inanmazdım. Benim hayatımın
ve samimi, güzel musikileri, güzel şiirleriyle sayılıp seçilen Elza Hanım, Seyitcan'ı bir alkışlayalım. Emektar artistimiz Aycan. Çok sağ olun, teşekkür ederim. Ve her birinizi salamlayıram, hoş gelmişsiniz. Solda sağda eğleşenler. Bir Güneş Hanım'ın qonaqları. Ben doğrudan da çok istedim bu güzel aileni. Ben əzizlərimdir. İlkin müəllim, İlkin İmanov bizim çok güzel tanınmış, hörmətli televiziya işçisi neçə illərdir. Maşallah bu güzel balalar. Gel bunu Güneş, səni bura çağırım. Bu günləri doğrudan da ben çok seviyorum ki böyle güzel bir aile var. Maşallah özləri genç olsalar da həmişə herkese nümunədir, mən elə gəlir gözəl ailələrə. Ben yorğun olanda, hardasa bir necə deyərlər, istirahət etmək istəyəndə beynimin ha. Gedirəm ilkindən bir güneşin yanına, ben buna bir güneş deyirəm də, çünki bilirsiniz ki, bunlar ağır, seyitdirlər, Güneş xanım gibi. Qobra gələn bir mikrofon səs eləməsin. Belə, gedirəm qəşənlərə qayğı, xidmət, necə deyərlər, Güneş xanım pişirdi belə gözəl, bir-birindən tatlı, lezzetli yemekleri. Güzel kaynanasını buradan salamlayıram. Yegane Hanım, sizi öpürəm, bağrıma basıram. Əziz Sumqayıt burada. Evlərində də olmuşam. Burada Güneş Hanım'ın bütün rəfiqələrini, iş yoldaşlarını, qohumlarını, dostlarını, qonşularını hamını bir daha salamlayıram. Baldızı, qaynarvadı, gözəl qaynarvadı. Olmuşam evlərində Sumqayıtda da. Bacım Rasifə də təbrik edəcək sizi. İstəyərdim bir nar ağacı mahnımla, əl-ələ qəşən bir nar ağacı mahnım təzəlikcə hazır olub. Hamı gözəl əl-ələ Güneş Hanım'ı dairəyə alaq, gözəl gül balaların toylarına gələk. Hoş gəlmişsiniz deyirəm hamınıza. Bu gözəl hoş söz restoranına. Hər şey burada atdandır. At il gəlir qarşıda. Yəqin ki ilimiz də uğurlu, daha uğurlu olacaq. Sen ona göre de burada düz buranı seçmişsən. Çok qəşəngləşmişsən. Düzdür, sen biraz kilolu da ona da qəşəngdir ama belə də qəşəngsən elə də. Yani kilolardan da yani ki qurtulursa ilkin də qurtulur kilolardan. Bir geçiryan olur. Ət yemir, balı da yemirdin. Balıdan da olacaq keçdi. Nar ağacı əkmişəm bütün dünyaya. Alışlar gəlsin. Nar ağacı əkmişəm bütün dünyaya. Nar ağacı əkmişəm. Budaqlardan sallanacaq alagöz xatirələr. Bütün dünyaya nar ağacı əkmişəm. Nar ağacı əkmişəm. Bütün dünyaya nar ağacı əkmişəm. Türkməzə şirin, şirin, acı, acı. Yumru sandıqlar asılacaq budaqlarda. Nar ağacı əkmişəm. Bütün dünyaya nar ağacı əkmişəm. Türkməzə şirin, şirin, acı, acı. Yumru sandıqlar asılacaq budaqlarda. İçi alagöz mirvarilərlə dolular. Qoxusu bürüyəcək sağı solu, sağı solu, sağı solu, sağı solu. Oğlanlar, oğlanlar, oğlanlar. Narlara toxunmayın, narlara toxunmayın. Oğlanlar, oğlanlar, oğlanlar.
gelsin ve o rəqs etsin. Evladımın boyu olub və 52 yaşımın yanında ilk səfər səmində mikrofonla danışıyorum. Və bu da çok şərdiyə görə. İnanın ürəyimin içindən bu qədər sözlər geçir. Ürəyimin inşallah bacırdım. Güneşlərlə müəllimə ən müqəddəs, ən zirvədə olan sənət. Yəni o kağız parçası ilə deyil, həqiqətən o adı daşımalı üçün çox böyük bir tərbiyə, çox böyük bir şəxsiyyət lazımdır. Mən sizi ilk gündən tanıyanlar, mənim nəvələrimin, bizim ailəmizin ən sevimli müəlliməsisiniz, ən sevimli güneşimizsiniz, ən sevimli güneş müəlliməsiniz. Allah sizi can sağlık versin. Qəlbinizdə, ürəyinizdə, o çatmaq istədiyiniz arzunu Allah sizə tezlik və nəsib eləsin, inşallah. Və o günü biz tezliklə görərik, bir məclis qurarıq, inşallah. Allah sizə can sağlık versin. Yəni, o çox sağ olun. Yəni, müəllimə adını daşıyan bir şəxsiyyət kimi bizə təşəkkür edirik. Həqiqətən, o pedagog kimi, müəllimə kimi. Çok sağ olun, varsınız. Allah sağ olun. Çok söz veriyorum. Yani ilk sefer. Çok sağ olun. Hoş geldiniz aziz komşularım. Geçen bir rəqs eləyin, davam edin. Güneş Hanım, güzel, özel gününe hoş gelmişim. Maşallah Güneş Hanım. Hakikaten güneş gibi bugün pırıl pırıl parlayır. Hemşe bile parlıyor. Sana yapmanı olsan çok güzel de doğum günü diyebilirsen meclisinde güzel keçir. Güzel hemşe bile sevdiklerinin altında. Olasın hiç bundan da böyle güzel yaşlara kadem basasan arzuna, muradına yetişerek. Ben de senin şerefini ad günün mübarek olsun manzını başlamak isteyip sonra güzel bir tabir olacak. Rəqs manaları gelsin mamamız. Sultanımsın, şanları söndüre.
sen, limonatım sen, balsam şekerim sen, çok da şirin sen, çikolatam sen, limonatım sen, balsam şekerim sen, çok da şirin sen. Artık mübarek tutarsın dilek seni tebrik eder. Anlamsın tek sultanımsın canlarsın süre. Ah günün mübarek tutarsın dilek seni tebrik eder. Benim hanımsın tek sultanımsın canlarsın
Kışların neyleyim Zeynep gel Nergizlerin Gelip özünden eser Yolda kalıp Bakışların neyleyim Çiçeklerin Gezir gözün tizar Ayrılıktan beter dünyada ne var Yaz akşamı seni bil ki bu nigar Tezden açılır vaktiz olur neyleyim Yaz akşamı seni bil ki bu nigar Erken açır vaktiz olur neyleyim La 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 Tez gelesen belki elat veresen Sümbüllerin saçın yığıp öresen Çiçekleri gelip özün esen Yolda kalıp bakışları neyleyim Çiçekleri gelip özünden esen Yolda kalıp bakışları neyleyim Çiçekleri çekir gözü intizar Ayrılıktan beter dünyada ne var Yaz akşamı sen bil ki bu nigar Ezin ezin ya da salır neyleyim Yaz akşamı sen bil ki bu nigar Ezin ezin ya da salır neyleyim Mikrofonu vermir ki. Qonşular qoymadı bayıq sözləsin. Buraya da qoymuşsa biz oxuyaq. Ala gözlüm senden ayrı gece Bir ilkini uzun olur neyleyim Bahçemizde kızıl güller her seher Tezden açıp baksız olur neyleyim Bahçemizde kızıl güller her seher Tezden açıp baksız olur neyleyim Çiçekleri Gözün tizar Ayrılıktan beter dünyada Çiçekleri çekir gözün tizar Ayrılıktan beter dünyada ne var Yaz akşamı sen bil ki bu nigar Ezin ezin Altın neylesin Yaz akşamı seni bil ki bu nigar Ezin ezin ya da salır neyleyim Ezin ezin ya da salır neyleyim
güzel sənətkarlarımız için gurultulu bir alkış gelsin sizlerden. Minnətdarıq. Çox sağ olun. Təşəkkür edirəm.